Dayı, gəlin təsəvvür eləyək ki, siz hansısa şirkətin prezidentisiniz, direktorusunuz. Bəli. Müavin olaraq siz həmin postda öz həyat yoldaşınızı seçərdinizmi? Yox. Niyə yox? Ona görə ki, şirkət rəisi olsam yoldaşım işləməz, evdə olar. Evdə olan neyə? Yəni evdə xanım olar da, niyə işləsin? O da işləyədi, pul qazanar. Yox, elə mən işləsəm kifayət eləyəcək. Vallahi, mən işləsəm kifayət eləyəcək. Dəqiq. Dəqiq 100%. Hansı şirkətin müdiri özünə yoldaşını götürür? Heç kim. Bir tanış dostunuz var da eləyib. Şimdi eləyib, значит, pulu çox istəyir. Gəlin təsəvvür eləyək, siz hansısa şirkətin prezidentisiniz. Anlıyorum. Direktoru. Müavin olaraq siz öz həyat yoldaşını təyin eləyərdiniz həmin posta. O mənlik deyil. Mən nə orta məktəb oxumuşam, nə ali məktəb oxumuşam. Aha. Elə 3-cü sinifdə qalıb gəlib rol tutmuşam. Heç də baxmışam. Müdirsiniz. Mən deyirəm ki, siz müavin seçməlisiniz özünüzə. Həyat yoldaşınızı gətirərdiniz həmin posta. Heç kimi. Böyle bir tek oturardım ölene kadar oldu. Niyə seçməlisiniz? Niye getirəm kimse yanıma? Niyə gətirmədiniz? Şərik olsun be. Siz şərik olmadınız. Yox, mən heç də bilmirəm. Neyse tek elə. Öz həyat yoldaşınızı müavin qoyardınızmı? Yox. Niyə yox? Mən başa düşdüm sən nə demək istəyirsən. Yox, mən sual verirəm. Mən başa düşdüm. Yox. Niyə yox? Yox, yox. Olmaz. Kim istəyər olar, kim istəməz olmaz. O rəhbərlərdən asılıdır. Siz amma rəhbər olsaydınız, eləməzdiniz. Rəhmətin o rəhbər olsaydım, mən də eləyərdim də, eləməzdim. Mən də eləyərdim də. Xeyr. Niyə xeyr? Səbəb ki, öz həyat yoldaşım ev işlərindən evdə. Uşağa, ailəyə, yeməyə, paltara ancaq bu məsələdən belə. Müavin amma seçməzdiniz. Təbii ki, yəni ki, kim istəyər ki, evdə uşaqlar bir kim baxsın, yemək, isvər, paltar, bunlar kim baxmalıdır ki? SSR vaxtından bəllidir ki, müavin həyat yoldaşı ola bilməz. Aha. Heç bir qolum orada olmaz. Çünki sonra o direktorun işləməyi çox ağır olar. Niyə? Prinsipal məsələlər çoxdur. Onu dövlət özü bilər. Mən o işə qarışmıram. Bunun dövlətinə də axı. Mənim o vəzifəyə qalxmağa nə haqqım var, nə də ki, hüququm var. Mən deyirəm ki, təsəvvür eləyək. Yox, təsəvvürə mənim sözüm yox, qardaş. Mən dövlət işinə qarışmıram. Bunun dövlət, mən deyirəm ki, siz bir şirkətin direktorusunuz. Mən direktor olsaydım, onu bilərdim ki, nə ayırmaq lazımdır. Amma direktor deyiləm, bilmirəm. Biraz xəyallar olsaq da. Biraz xəyallar olsa. İndi o dövr deyil, xəyalım. Birinci demokratiyada yaşayırıq. Bu demokrat ölkədir bura. Aha. Azərbaycan əgər demokrat ölkədirsə, Aha. nətər olur? Mən oğlumu çağırıram, qızımı çağırıram, arvadımı çağırıram. Normal deyil o. Əlbəttə normal deyil. Niyə normal deyil? Siz bir müəssisənin rəhbərisiniz və... Rəhbəriyəm, bəs adı seçki olmalıdır axı. Cəmaət səs verməlidir. Mən səni çağırıram, gəl prezident ol. Mən çağırıram. Aha. Mən prezidentim, hə? Sən də qoyuram köməkçi. Aha. Bəs bu cəmaət, insanlar, cəmaatın fikri, insanların fikri. Qoyun deyil, işi düzdür. Xeyr, seçməz. Niyə? Ona görə ki, mən istəməzdim. Bir nəfər olmalıdır, o da mənəm prezident, düzdürmü? Aha. İkinci bir adam yoldaşımı istəməzdim. Səbəbi budur ki, evdə otursun, nəvələrimi saxlasın, belə körpə nəvələrdir. Aha. Nə gözəl. Ona görə ki, nəvə hamıdan şirindir, baladan nəvə şirindir. Sual odur ki, təsəvvür edin, siz hansısa şirkətin direktorusunuz. Müavin olaraq öz həyat yoldaşını seçərdiniz mənim posta? Valla işin gücün yoxdur sənin Allah. Niyə? Atamın yoraq, sənin işin gücün yoxdur. Niyə? Və get işindən məşğul. Siz hansısa şirkətin prezidentisiniz, direktorusunuz. Harı getdiniz?